Vurulmuşam təkliyə, təklik olub rəfiqə. Sanki mənim həyatım dərin bir yoxuda, fikirlərim dumanda. İstəyirəm sən gedəm, ya bir SMS yazam. Hərdən də darıxıram, ya da nifrət edirəm. Bax belə yaşayıram. Əvvəlki sən hanı aynalardan itmisən. Nə özün varsan, nə aynada bir əksin. Başımda mənim dumandır duman, öz halımdan çox sıxılıram. Unut onu deyir mənə anam. Amma unutmaq heç asan deyil. Sənə elə möhkəm bağlanmışam. Neyləyim ki özümlə heç bacarmıram. Vurulmuşam təkliyə, təklik olub rəfiqə. Sanki mənim həyatım dərin bir yuxuda, fikirlərim dumanda. Əvvəlki sən hanı aynalardan itmisən. Nə özün varsan, nə aynada bir əksin. Başımda mənim dumandır duman, öz halımdan çox sıxılıram. Unut onu deyir mənə anam. Amma unutmaq heç asan deyil. Sənə elə möhkəm bağlanmışam. Neyləyim ki özümlə heç bacarmıram. Başımda mənim dumandır duman, öz halımdan çox sıxılıram. Unut onu deyir mənə anam. Amma unutmaq heç asan deyil. Sənə elə möhkəm bağlanmışam. Neyləyim ki özümlə heç bacarmıram. Hamını salamlayıram, hər kəsə salam deyirəm. Necəsiz, heyran oldunuz mu? Heyran oldun nə deyir, şokdayam mən. Mahnı sözlərində nə deyirdin? Başımda mənim dumandır duman, öz halımla çox sıxılıram. Unutmaq çətindir, yəni mənə anam deyir unut, sən unutmaq çətindir axı ona görə. Mən bircə şey düzür istəyirəm. Neçə yaşın var oğlum? Amen bilib. 35. Yox, mikrofonla danış. Deməli, Amil aparıcı olmaq üçün gəlib bura. Amma müğənnilik eləmək istəyir. Yəni bu qədər asan bir şeydir ki, bu oğlum sənə kimsə deyib ki... Yox, asanlığa görə yox. Yox, sənə kim deyib ki, oxuya bilirsən oğlum? Yəni deyirlər, o qədər də pis deyil, belə. Deyirlər. Yəni neçə nəfər onu deyir oğlum? Çox adam deyib də, yəni. Bəzilərindən, lap əli oxuyur. Bu dəqiqə... Təşəkkür. İnsandır, o sözləri kim yazıb, ay oğlum? mikrofonla danış. Nura xanım kimdir? Nura Suli. Kim? Nura Suri. O təzdən şair olub. Mən onu müğənni kimi tanıyıram. Bizim tanıdığımız Nura xanımın sözləridir. Zaten müğənni kimi tanıyıram onu. Mən də onu müğənni kimi tanıyıram. Nura Suri'nin sözləridir. Bəs musiqisini kim bəstələyir? Musiqisi Rus mahnısıdır əslində, Max. Aha, Rus musiqisinin üstündə Nura xanımın sözlərinə biraz danış, de, söylə. Başdan deyim, yəni. Yox, elə ortadan deyim. Sən ayaqdan... Canlı. Başımda mənim dumandır duman, yəni ki fikirliyəm də, başımda mənim dumandır duman, öz halımla çox sıxılıram. Unut demək, anam deyir ki unut, amma unutmaq asan deyil, axı, möhkəm bağlamış. Anam deyir ki unut. Unut, amma mənim üçün unutmaq. Axırıncı sözün nə oldu sənin orada? Lap yəni. nöqtəni hansı sözdən qoydun? Mahnıda axırıncı söz nə dedin? Axırıncı sözü yadva sal. Nöqtənin yerində qoyub o.
Amma yəni ki, Hə. unutmaq Oğlum, asan axır- deyil də. Yox, Unutmaq axırıncı sözünü mahnının hansı sözdən bitirdin? Eləyim ki, özümlə heç bacarmıram. Düz eləmisən. Elə Ay, Amil sözlərdən bəy, baba. qulaq as. Amil bəy, biz istəyirəm Yox, bir dəqiqə. nöqtəni hara qoyurlar qardaş? Sənin Nöqtəni hara qoyurlar? yerinə. Sözün axırına. Ay, Yəni sözün sən- axırına qoymuşam. Doktor nə Amil bəy, mən Soruşdu sənin dedim. düzü duruşun çox xoşuma gəldi. Doktor siz çox bəyənirdiniz. Çox əl çalırdınız, bəyəndim mən. oynayırdınız yerinizdə. Həmin duruşu, həmin rəqsi. Bircə hiss elədim ki, tənha dedi. Nə güzgü var, nə mən varam və güzgüdə də heç kim yoxdur. Belə bir nəsə elə bir sözləri Sadəcə həmin insana aid deyirəm ki, yəni Nurana çoxdan xanım, görmürsən, əslində nə güzgüdə bazen tapılmır. oxuyur, Aydın, həm də ancaq oxumur, duruşu yaxşıdır. çox xoşuma Amma bir gəldi. şey var. Zaten bu təzə türmədən çıxdığı adı nə idi? Xanımın adı nə idi? Kim? Həbsdən. Bizim də təzə türmədən çıxan xanım. Allah qapısı. Rəqsanə xanımı Rəqsanə deyirsiz. xanım. Aha. Rəqsanədə sən 100 dəfə yaxşı oxuyursan. Bilirsən niyə? Çox sağ ol. Yox, bir daha qulaq, sən gülürsən. Niyə? Ona görə yağış yağır, sənə qurban ol. Oğul olmaz, palçıq yağır, sənə qurban. Belə mahnı ol, ay yaxşı. Sən 100 dəfə yaxşı oxuyursan, səndə Sonra intonasiya deyən kimdən yaxşı bilmirəm. oxuyur? Bəli. Anar mənim, sonra kimdən yaxşı oxuyur? Birinin adını dediniz. Mən Sonra axı tanıdığım orada 2 dəfə demişəm, 3 dəfə deyirəm. Götürüb niyə indi bə? Mahnının ritmi başqa şeydir, düzdür ya yox. Bəli. Götürüb meyxanı gətirib ortaya qoyurlar. Yağış yağır, sənə qurban olum. Ay bu harda görünür? Bu mındarçılıqdır. Bu takki mahnıya tüpürməkdir, filan şey. Mən ona görə deyə bilmirəm, söhbət ondan getmir. Bunun ilk dəfə də indi bilmirəm. Bu nə bilir ki, başda mahnı nədir, rep nədir, filan nədir. Ha deyir Rus mahnısının üstündə oxumuşam. Elə Bunu məsələ də dinamıram. orasında da anar müəllim bilmirlər, oxuyurlar da dərd orasında da başınıza dönür. Əcəb idi. Siz də intdən bunu artıq tərəfini Onda tutursunuz. bir şey var. Sab elə biləcək ki, oxuyanam. Bəli, bir dəqiqə. Üzrən Eləməyin də Elza bunu Seycahanı da. Azərbaycan Oxuyur da. Yazıçılar İttifaqına üzv götürürdülər. Azərbaycan Yazıçılar İttifaqının 2000-dən çox üzvü var. Bir dəfə, bir dənə Elza Seycahanın Yazıçılar İttifaqının üzvü olmağına güya nə pisliyi var, de görüm, nə pisliyi var. Bu arada 2000 İndi var. siz bu demək 2000 var. istəyirsiniz ki, şeylər- bunun da sabah müğənni olmağında nə pisliyi var? Hə, Yox, bunu pisliyi demək Elza yoxdur. xanımın Bunun heç şeyləri vaxt ziyanı da olmaz. bəyənirsiniz, Anar mənim. Elza Rus xanımın mahnısı da şeylərini olsa oxumuşam da bəyənirsiniz. başa Ay, düşdüm. mən sözüm mən bir şey demişim. Mərkəzi seviyorum. Yox, elə belə sual verirəm. Məsələn, mən bəyənirəm. Yox, sən əcəb yersən. Mən bəyənmirəm. O heç. O şeirdir. Ona deyən fikirlərini əndrabadi parçalandır. fikirlər. Əndrabadi fikirlər hər adam Həmin bilir. o əndrabadi fikirlərindən burada da deyirsən bu uşağa. Bu elə bilə. Bu bunun uşağa mən aparıcılığından bir təəssüfləyirəm. söz Bu demirəm uşağa ki, ay qardaş görmürəm. mən deyirəm ki, onlardan əladır, yüksək səviyyədir. Bu özü bilmir, ifadə edə bilmir. Sizin tərsinə sualınız var. Nöqtəni harda qoydun? Nöqtəni bağışda sözün axırında qoydun. Dedi, Məsələn. nöqtəni harda qoydun demədim. Mən mahnını hansı Çevrim sözlə vermək. bitirdi? Dedim də yenə də dedim. Bəli. Çevrim verin 5 dəqiqə bundan qabaq deyim. 2 dənə söz var, ikisinin özü deyir. Çevrim verin də qoy nə deyir. Nöqtəni harda qoyun. Hörmətli rejissorumuz indi çevirər verər. İndi sən de görürəm, aparıcı olmağa gəlmisən, yoxsa müğənni olmağa gəlmisən? Hansınla? Mən aparıcılıq əsas sadəcə mənə təklif elədilər, dəvət elədilər ki, ifanı da oxu, mən də ona Hətta oxuya da bilərsən. Aha. İndi aparıcılar nə qazanırlar ki, əsas müğənnilər qazanır da. Mən görürsüz qazanca görə demirəm də, demək ki, mən ürəkdən yanaşıram. Qazanc az da ola bilər biraz məsələn. Yaxşı, onda belə eləyirik. Aparıcı olmaq istəyirsən, düzdür? İndi verilişi aç. Mən qonağam. Mən qonağam. Şükür sənə ilahi, bugün mən ekspertəm. ekspertimiz gəlir. Qorxuram açandan sonra bağlayasan verilişi. Aha. Əvvəla salam, hörmətli tamaşaçılar. Hər həftənin bir cümə günü olduğu kimi bu gün də yenə görüşünüzə gəlmişik, evlərinizin qonağı oluruq. Bəli, bu gün maraqlı mövzumuz yenə müzakirələrimiz olacaq və qonaqlarımız Bugün da neçənci gündür, beşinci gündür? məsəl üçün dedim də uydurmaq. Məsəl üçün nədir? Bu günü dedi. Bu gün cümə günü deyil axı. Cümə axşamıdır bu gün. Məsəl üçün dedim onu. Hə, məsəl. Yox, aparıcı məsəl üçün deyə bilməz axı. Bu gün Olan şey. həftənin cümə axşamı. Bu Bu gün gün kətdə oturub bağışda məni. Orada kəpənin üstünə qışqırır. Ay filan kəs, oy, ay bunu gözün. Bu televiziyada canlı verilişdir. Necə cümə axşamı, cümə axşamı. yox, bunu misal üçün dedim də, yəni uydurmaq bəzən olur. Hə. Hə, yaxşı, qonaqları təqdim elə Bu görək. həftənin cümə axşamı günüdür və sizlərin görüşünüzə yenə gəlmişik. Maraqlı Niyə mövzular. gülürsünüz ey Elçi müəllim? Gənclərə yol açmaq lazımdır. Gənclərə çıxış yolu göstərmək lazımdır. Biz də onu edirik. Niyə gülürsünüz siz? İndi siz məşhur rejissorsunuz, məşhur insansınız, bizim aktyorsunuz. Niyə gülürsünüz? Ustadımıza rəhmət eləsin. Deyir, müsibət oluruq biz səhv düşəndə yerimiz məsələsidir. Qadan Bilmək olaraq. olmaz, bəlkə mənlə onun yeri səhv düşüb. Aha, davam elə. Bəli, bugünkü qonaqlarımız, maraqlı qonaqlarımız var və təqdim etməyə başlayaq bu qonaqları. Coğrafiyaşünas, aparıcı Nuranə xanım, məsəl üçün də, yəni Mənəm? bir neçə. Özüm coğrafiyanı yaxşı bilirəm, ona görə.
Mən həm coğrafiyaşünas. Məsəl üçün. Yəni mənə hər şey deyə Tərif bilərdilər. edirəm də siz. Coğrafiyaşünas. Özüm coğrafiyanı yaxşı bilirəm ona. Coğrafiyaşünas hardan ağlıma gəldi? Bizim dəyərli doktorumuz Seyfəddin doktor Həzrəslanov metrosunun çıxışında yerləşir. Müraciət edə bilərsiniz. Telefon nömrələri də Mən məsələn. yerləşmirəm qadınım. Klinika yerləşir. Yerində doktor Seyfəddin doktor klinikası Ay yerləşir. sağ ol. Doktor Seyfəddin Allah klinikası. səni gülməsin. Ay Həzrəslanov. Allah. Aha, o qızı da təqdim elə. Psixoloq xanım. Yəni dəyərli psixoloqumuz Adı Fəridə xanım bəli. Yəni anar müəllimi Dəyərli də yazıcı, jurnalist, şair, ictimai xadim Anar Vəziroğlu. əzbərləyib Bir gəlib. dəqiqə gözləm. Yazıcı deyirsən, yazıcı şairlə Nasirin arasında fərq nədir? Ay bilsən atama nələt oldu. Nasir demədim ki. Bilmirsən. O demədiyin başqa deyəm, Nasirlə şairin arasında fərq nədir? İkisinə bir yerdə nə deyirlər? Təkilib qalmış, haradan biləcək? Nasir Mahnı yəni, oxu, mahnı Nasir yəni mətndə yazır. Bura da, bax, yazır. yaxşı mahnı oxu, qəşəng oxuyurdun ha. Tonunu tutmuşdun. Mahnısını oxusun, hə, mahnısını. Qəşəng oxuyur. Deməli belə. Hörmətli ekspertlərimiz, reklamlara ayrılaq. Reklamlardan sonra, yəni reklam fasiləsində bir qərara gələk görək bu gəncimiz mahnı oxumaq istəyir, yoxsa veriliş aparmaq istəyir? Onun anası mənim evimə gələndə Barışıq adı ilə gəlib sonda mənim evimdən çıxanda Fikirləşəydin, mən sən yox. düşünəydin. Mən sənə aliment Bir verməyəcəm. nəfər sizə baxan kimi o dəqiqə Milyon dəfə də gedib demişəm. O dəqiqə Milyon polis. dəfə də gedib Nə demişəm. demisiniz? Məhkəmə qaydası ilə alimentdən imtina edirəm. Gətir uşaqları qaytar. İstəmirəm sənin verdiyin alimenti də. Deyir ki, xeyr, məhkəmə qaydası ilə deyirəm. Elçiməli. Qız deyir, istəmirəm Bir sən. saat çıxırım, yox. Qız niyə deyir, imkan istəmirəm. edərsən ki, əgər uşaqlar sənindirsə, sənə veriləcəksə, aliment sənə verilmir, Demişsiz uşaqlara alimenti. verilmir. Mən alimentdən imtina Uşaqlara edirəm. verilmir, sənə verilmir, qızım. Bu ölkədə, bu xanımlar İstəmir da aliment. orada bir dənə Deyir, söz- istəmirəm də. Artıq istəməyən deyən var, axırda görəcəksiniz nə olacaq. Mən birinci dəfə deyim. Rəsmi qaydada deyir, imtina edirəm. Bunların qəlbi yoxdur. Bunların beyni yoxdur. Onlar öz övladlarını istəyir. Nə fərq var? Süni intellekt koyuyor ya təbii Ay intellekt. Aydın xan müəllim, bax bu ana deyil. Ana deyil. İstəyir də. Balalarını istəyir. Alibet o uşaqlara verilir. İstəmirəm mən o verdiyi Nəyinə alimenti. saxlayacaqsan? Mən saxlayacağam. Nə? Bəlkə sən Saxlayacağam. iş adamısan, bizim xəbərimiz yoxdur. 400 manatdan əlim uşaq saxlamaq olur. Bu ki, onun Görürsün. verdiyi alimentdən də min qat yaxşı saxlamışam mən uşaqları. İndi gəlin o uşaqlara baxın. Heç o uşağın yanına baxın, görün o uşağın vəziyyətində. Kaşlarının altında her yeni güne sevgiyle başlarsın. Annem sen benim yanıma kalansın. Bəlkə biz bəxtiliyə bir belə deyim də bəxtiliyə bilməm də şərait yaratmaq istəyirəm sən. Bəlkə özün bir müraciət eləyəsən, bəlkə özün nəsə deyəsən, bəlkə uşaqlarını səsləyəsən. Mən bilirəm ki, bax hal-hazırda bu dəqiqə səni izləyirlər. Ötən verilişimizdə yadınızdadırsa, Fəridə xanım burada dedi ki, niyə ağlamırsan? Niyə gedib uşaqlarının qapısında yatmırsan? Belə çıxdı da sizin sözünüzdən. Niyə gedib orada hayküy yaratmırsan? Yəni, niyə ağlamırsan? Bəli, Dedin, mən adam də- başladı ağlamağa. Yəni, neyləsin indi o? Saçını yolsun burada. Bəxtilərdə o duyğular yerlərini səhv salıbdır. Bəxtilər ancaq mən əslində bəxtilərin xətrini çox istəyirəm. Keçən dəfəki fikrimdən sonra da küsüb məndən. Amma Küsüb sizdən, haqlı olaraq küsüb də yox, sizdən. mən əslində hər zaman xanımların müdafiəsindəyəm. Mən heç vaxt Doğrudan. xanımları belə deyək də danlamağın tərəfdarı ümumiyyətlə deyiləm. Həmişə dəstək oluram. Ancaq bir ana olaraq mən bəxtlərini o obrazda görə bilmirəm. Hətta mən bu gün təklif eləyərəm ki, eləyərdim ki, bilmirəm indi bəxtlə onu necə qəbul eləyəcək, necə olacaq. Mən deyirəm ki, bunları barışdıraq. Uşaqlar həm ananın yanında böyüsün, həm atanın yanında böyüsün. Və mən keçən dəfə dedim ki, bəxtilə neçə dəfə o qapıya gedib uşaqlarını görmək üçün.
Yəni məhkəməyə verdim, məhkəmə qapısında qaldım. Bu göstərici deyil bir ananın uşaqları üçün mübarizəsi üçün. Bu uşaq əgər bir il yarımda ananı görməyibsə, heç olmasa ana görsün ki, anam deyə gəlib, balkondan görəm, atamgil qoymur məni görməyə. Yaxşı, bəs siz psixoloq olaraq o uşaqlara yaşanacaq travmanı heç düşünmürsünüz? Uşaq pəncərədən baxır ki, anam dizlərini qoyub yerə, qapıda yalvarır, ağlayır, saçı yolur, sonra da ürəyə gedir, sonra da qonşular təcili yardıma zəng edirlər. Tragediya, dramatikləşdirmək. Biz öz taleyimiz yaşamırıq. Fikirləşirik ki, mən daha yaxşıyam, onunki pisdir. Bu ən deyək ki, yüksək səviyyədə böyük səhvdir. Xeyr, onun o taleyi də öz yaşayır. Bu taleyi getdi. Sənin taleyin ona lazım deyil. Onun taleyi də mənə lazım deyil. Biz sadəcə o çıxış yolu kimi baxırıq qıraqdan, görürük ki, Nurana xanım deyir ki, bəli, buna kömək eləmək olun. Biz də bilirik. Bilirik ki, gəlib, istəyir ki, bəli, Nurana xanım mənə kömək edin. Mən uşaqlar belə falan. Biz nəyə axtarırıq orada? Onun, bəli, insanlığına, onun bağlarına qarşı məhəbbətini, istəyi var, yaxşı yox. Ərə qarşı ərlə arvad əbədi düşməndir. İstəyir bir yerdə yaşasınlar, istəyir ayrı. Əbədi düşmənlərdir. Niyə? Sabah ayrılanda, bəli, niyəsi var ki... Bir yerdə yaşayanda niyə düşməndirlər ki? Yox, heç görmürsən ki, odla su bu bir fikir yerdə gənclərə çox pis mesaj olur axı. Odla su yola gedəbilməz. Amma odla sudan övladlar yaranır. Bağışda mən Cahan bu odla suyu bir yerdə toqquşmasından yaranır. Kərtənkələdən də kərtənkələ yanında. Bu nə dəxil var ki? Cüt nə varsa dünyada bir-birini qəbul edən. Aydın məsələ, mənfi müsbət məsələsi. Orada nəsə yaranmalıdır, mütləqdir. Bu elə bir ki, o sən dedin, bəlkə də övladın qanunudur. Amsterdamın deyilmiş qanunudur ki, bəli, insan ikiyə bölünmür. Düz deyil. İnsan bütöv yaşamalıdır. Məsələn, bugün xanım da bu cür, biz qınıyırıq. Niyə sən belə elədin? Kilab yaxşıyırıq, əcəb edib. Niyə insan talihi bax bu cür də insan bir insanı salıb sən rəndələyə bilməzsən. Çox rəndələmir ya, ana müəllim. Sizin deməyinizdən belə çıxır ki, qadan hanım, yenə deyirəm, bunlar haqlı, haqsız, hər ikisinin haqqı da ola bilər, haqsız da ola bilər. Amma əziyyət çəkən o böyüyən uşaqlardılar axı. Onlar nə zülüm çəkirlər, onlar nə stres çəkirlər. Nə ata bunu fikirləşir, nə ana bunu fikirləşir. Bəli, üçüncüdən qoyuyor. Bəs bəla budur. Uşaqların vəziyyətinə baxın. Gəl onda bir üçüncüdən qoyuyor uşaqları. Ona qarşı olsa bəli, bir təqsir axtarsa buna vaxt gedib ərə kim verib, anası verib, atası verib və bunlar hamısı yağış gəlməmişdən qaba sənin dediyin yarpağın düşməsidir. Və salam, o nəsə ola bilərdi. Mütləq. Anasının təqsiri ola bilər, babasının. Anasını çox istəyirəm. Bəli, Baxtilə, buyur qızım. Allah hər kəsi salamlayıram. Artıq 2 Hər dəfə mən bu videoları verirəm, sənin bağrın yarılır. Amma məcburam verməyə. İnan ki, mən özüm də ana olaraq, qadın olaraq bilirəm ki, bu videoları, bu görüntüləri görəndə sən ağrıyırsan da, ürəyin sızlayır. Adam balasından necə il yarım ayrı düşə bilər? O anadır, o istəyir ki, uşaqlarını bağrına bassın, istəyir ki, balaları yanında olsun. Yəni, bu dünyada, doktor, ana ilə balanı bir-birindən ayrı salmaqdan dəhşətli bir günah varmı? Hə? Balanı anadan necə ayırmaq olar? Belə deyim, meşədə heyvanları belə ananı baladan ayırmağa... Təbiətin günahları var da, təbiətin Ovçular günahları belə odur. ceyranı vuranda görürlər, yanında balası var vurmur. Olar mı ya yox? Həm sual şahsı, həm indi aşağısı. Olar. Necə? Bax o qadın kimi. Görürsən ki, bax, il yarım görmür. Söhbət bundan gedir. Biz deyirik, bəli, ananı baladan ayırma olar mı? Olar. Atasını da yandırma olar. Bala var ki, bağışlı anası 20 illər görmür. Yaşamır, yaşayır. Biz sadəcə bunlarda qınaq həddinə gətirib çıxardırıq ki, bəli, siz birgə olsaydınız daha yaxşı olardı. Yox, o da yalandır. Birgə ayrı olmaq elə o demək deyil. O xanımın bəli, qəddarlığı nədədir? Uşaqlara qarşı. Amma orada münasibət necədir? Münasibət qadının uşaqların qabağına dik çökməyidir. Əsas münasibət budur. Sənin mövqeyin çox radikal mövqedir, Anar müəllim. Olur da. Buyur, Yəni həddən. Bəxtilə, buyur. Siz yumuşaq göstərin də, yumuşaqlığı göstərin ki, xanım düz eləmirsən ya düz eləmirsən. Bəxtilə, mən icazə ilə bir söz deyim. Mən həkiməm, mən insanlarla işləyirəm. Xəstələrlə işləyirəm, ruhu xəstələr də olur, cismani xəstələr də olur. Mən bircə şey başa düşürəm ki, yaşıma görə başa düşürəm ki, sənət də üstə gəlir. Bəxtilə xanımı, yəni söhbət böyüməkdən getmir. Bugün analar, atalar əziyyət çəkirlər ki, mən niyə uşaqlarım mənə baxmır? Mən niyə qocalar evinə qoyur? Azərbaycanda ən dəhşətli baxlası insanların, bax, xaricdə demirəm, bizdə. Qocalar evinə qoymaqdır. Bir ana ki, sənə süd vermir,
sən ananın südünü əmmirsənsə, sən heç vaxt onu sevənməzsən. Mümkün deyil. O sevgi, o bizim gördüyümüz, eşitdiyimiz ali sevgi ola bilməz. Bu ana, o uşaq anasız, atasız, bəli böyüyər, çox düzgündür, gözəl yazarımız Anar bəy, çox gözəldir, yaşayar, ancaq mütləq onlar sınqın olurlar. Onlar yarımçıq olurlar. Bəli. Ana, ata sevgisindən, Bəli. onun böyüməyindən tutmuş toy gününə qədər. Toy gündə orada biri olanda, biri olmayanda yenə orada bir həyat başqa cür olur. Əskiklik var. Ona görə qızım, Bizim evdə biri vardı, biri yox. mən keçən dəfə də müraciət elədim. Yenə deyirəm, o uşaqlarının atasına, nənəsinə, babasına, siz elə bilməyin ki, bu gün siz qalibsiniz. Bu gün nə bu qalibdir, nə siz qalibsiniz. Orada ortada uşaqlar uduzurlar. Uşaqlar psixoloji olaraq istədiyi kimi ola bilməyəcək. Bəlkə onlar gələcəyin Einsteindir, böyük bir daisidir, Lütfüzadəsidir. Bilmək olmaz onu. Onu Allah bilir, onu bəndə bilməz. Ancaq bugünkü travmalar o uşaqlar üçün bilmirsiniz, yenə deyirəm, səhər epilepsiya yaradacaq, özündən gedəcək, həyatında nələr yaranacaq, peşman olacaq. Sizin də yuxunuz yoxdur. Tək bu qızımın bunun da yuxusu yoxdur. Bəli. Sizin də yuxunuz Çox yoxdur. doğru. Gəlin, uşaqlar böyüyüb, ağlı kəsən kimi o anasının qucağında olacaq. Bəli. Və Bəli. sizə nifrət eləyəcək. Eləməyin elə. Mən keçən dəfə dedim. Demirəm səhv sizdədir, bundadır, elə demirəm. Onu Allah bilir, siz bilirsiniz. Mən deyirəm ki, güzəşt eləyim, uşaqlarla görüşsün ana. Ən əsası odur. Darıxırsan hə uşaqlar üçün? Nurhanə xanım, Aynur Hanım. Bir yanım masum çocukluğum, bir yanım çıkmaz sokak anne. Vazgeçmek istemiyorum, kendimce direniyorum. Bir yanım Mən onların qoxularını, paltarlarından alıram. Bugün mənə heç kəs deyə bilməz ki, səndə analıq duyğusunu görmürəm və ya analıq duyğusu yoxdur. O duyğunu, onu mən yaşayıram, bir Allah bilir. Mən hər axşam nələr çəkirəm. Və mənə bunları yaşadanlar da... Amma bura bax, doktor, bir yaxşı bir söz dedim. Mən sizə isnad olaraq deyirəm ki, doktorsunuz. Yəni o mənada ki, əla bir dedin ki, bəli, siz hətta güllərin dillərini də bilirsiniz. İnsanda səhvi nə deyirlər? Bu insanda səhv eləyib bu subyektdir. Başta obyekti axtarmaq. Obyekt haradadır? Obyekt valideynləridir. İnsan kökü üstündə bitir. Mən sizə niyə isnad edirəm? Yadında saxla. Bu xəstəliklər bəzən irsidir, düzdür? Məsələn, şəkər deyir ki, insanda kimsə varmı? Deyir, var. Elədir mi? Bütün xəstəliklər fikirləşirlər ki, öz başına yarana bilməzdir. Bu xanımın təkfir ya atasında ya anasındadır. Ya da ki, qarşı tərəfin. Mütləq var. Çünki bunların o nə bilim mən bilməsəl davaya deyir ki, bəli, frankəs yeridiyi ağacı bu budaq-budaq gəzməlidir. Söhbət nədən gelir ki? Bunun o yaşı deyil bu dəqiqə uşağa nadancasına baxsın, mehribancasına bax. O yaş deyil bunu. Bunun kökündə nəsə var. Mütləq nəsə var. Bunu atası, anası, babası, nənəsi yerində olmayıb, gözünü qabağına çıxardır. Niyə bəxtilərini deyirsiniz? Niyə siz Pərvini demirsiniz ki? Uşaqlar indi hal-hazırda kimdədir? Kim uşaqları valideynindən ayrı salır? Yox, bizim fərq yoxdur kimdədir. Mən onun uşağı saxlayan deyiləm. Hökmət saxlayacaq onun uşağını. Anar müəllim, biz burada çıxış yolu verilişində mücərrəd, ümumbəşəri mövzulardan danışmırıq. Fakt olaraq bizim çıxış yolu verilişimizdə subyekt istəyirsiniz. Subyekt var, fakt var. Fakt ətrafında danışaq. Oturup biz burada ümumbəşəri mövzuları aça bilmərik ki. Mənim üçün burada bugün çıxış yoluna gələn Bəxtilə var, Bəxtilə üçün çıxış yolu axtarmalıyıq. Onun əyilməyi, uşaq qarşısında qatlanmağı falan ki, mənim üçün önəm ola bilər. Mənim üçün qadın ola bilər o. Doğan qadın ola bilər. Hər doğan ana deyil axı. Siz elə fikirləşirsiniz, bəli, bu dəqiqə get yetimlər evində. Nə qədər onlar bağışdan, palçıqdan olub. Qadın doğurdu, onlardı, ana doğurdu, onlardı. Aydın məsələdir. Bəxtilərin indi həyat yoldaşı Pərvin düşünmürmü ki, Pərvin sabah bəlkə sənin başına bir iş gəldi. Deyək ki, bugün Bəxtilə də çıxdı, getdi, uşaqlar səndə qaldı, hə? Halbuki Azərbaycan Respublikası qanunu bir ölkədir və biz məhkəmənin qanunlarına hörmətlə yanaşırıq. Məhkəmənin qanunu, məhkəmənin qərarı budur ki, uşaqlar anada qalmalıdır. Düzdürmü, əziz qardaş, əziz Pərvin? İndi deyək ki, sənin başına bir iş gəldi. O iki uşaq kimin himayəsində qalacaq? Həkim dedi, hələ ana var, ata yoxdursa, ata var, ana yoxdursa sınıf döyülürlər. Qanunlar ona niyə aid deyil? Mən Azərbaycan vətəndaşıyam. Mən qanunu üstdən turam. Xeyr, ona niyə aid deyil? Kim məndən artıqdır o?
Niye olmuyor ki? Niye həllini tapmıyor ki? Niye? Mən də onu deyirəm. Mən də buradan bir daha səslənirəm. Suraxanı rayon İcra Şöbəsinin əməkdaşlarına mən sizi çox gözəl anlayıram. İcra şöbələrində bu uşağın alınıb valideynə verilməsi, valideynlə görüşdürülməsi çox çətin bir prosesdir. Yəni o söhbətdə ki, o məsələdə ki, uşaq var, az yaşlı var, həqiqətən icra şöbələrində icra məmurları, icra işçiləri əziyyət çəkirlər. Çünki onlar da doktor sonuçta bir insandılar. İnsanın duyğuları var. Məsələn, mən icraçı olsam bir uşağı qışqırda alıb valideyninə verə bilmərəm. Eləcə oturub qalaram yerimdə. Yəni onlar da bunu eləyə bilmirlər. Amma bu Pərvin nəhayət ki bir yola gəlməlidir. Bu insanı bir düzgün yola vadar eləyən adam olmalıdır. İnsanlar burada, ağsaqqallar burada sizə tövsiyə edirlər, məsləhət edirlər. Sizin də evdə bir ananız var. Adı nə idi? Xuraman xanım, düzdür? Ay Xuraman xanım, bu uşaqların nənəsi. Siz necə qıyırsınız ki, bu körpə, bu uşaqlar balacadılar, çox kiçikdilər bu uşaqlar. O uşaq niyə anasıyla yaşamasın? Əgər anasının, ana müəllim... Məhkəmə özdə düzəlmi baxın. Uşaqların kiçik olmağı, yaşı 8 yaşa çatmamış, onlardan soruşa bilməz kimlə qalsan. Onlara tövsiyə yox, birbaşa verməlidir anaya. Verməlidir anaya. Sadəcə olaraq elə bir orada, belə deyim də, şərait yaradıblar ki, sanki Elçin müəllim, bu bir teatrallaşdırılmış, bir qurulmuş bir şeydir. Uşaqların təsəvvür eləyin ki, Pərvin indi deyəcəm, bax, acığınız gəlsə də deyəcəm. Çox deyirsiniz ki, mən sizdən şikayət edəcəm. Edin bizdən şikayət, əziz qardaş. Əgər siz orada icra şöbəsində uşağın beləcə qolundan tutursunuzsa, siz onda bizdən şikayət edin. Uşaqların özünün dili ilə etirafları var, evdə öyrədiblər deyə. Yox, mənim üçün bir şey maraqlıdır. Sponsorlarımıza təşəkkür edəyim, mənim əzizlərim. Qayıdacaq bu məsələyə. İnanıram ki, ümid edirəm ki, mən bu sponsorlara təşəkkür edəndən sonra Pərvin bəlkə ürəyi sızlaya, bəlkə də bizə qoşula, bəlkə də deyək ki, uşaqlarla anasını görüşdürmək istəyirəm növbəti dəfə. Mənim əzizlərim, Seyfəddin doktor buradadır. Mən istəyirəm elə doktorumuz ilk olaraq danışsın. Doktor hər zaman söyləyir ki, mən kimyəvi dərmanlardan uzaq olaraq insanları yalnız təbiətdən gələn möcüzələrlə sağaldıram. Təbiətin özü bizi sağaldandır, düzdürmü doktor? Bax, bu barədə bir məlumatınızı istəyərdim. Çox sağ olun Nurana xanım. Bizim klinikaya gəlişiniz gözəl bir gün idi. Və biraz da tanış olduğunuz dərinliyinə daxil oldunuz. Təbii ki, hər zaman deyilir, hamının bildiyi bir sözdür ki, Allah insana 1000 dərd verirsə, 1001 dərmanını da verib. Təbii ki, təbiətdə verib. Vaxtilə yox idi, heç nə zavodu var idi, nə fabriki var idi. Və baxırıq, görürük ki, dünyada gedən o müharibələrdə minlərlə, 10 minlərlə yaralını kimlər sağaldır? Bir od basmaqla, bir köz basmaqla, yəni təbii yolla sağaldırdılar. Biz də bugün dünyanın hər yerindən yığıb gətirmişik Azərbaycanda təbii sularla müalicəni elmi şəkildə, xəstəxana şəraitində aparırıq və insanlarımızın hər zaman deyirik, baş ağrısından azad ola bilmirlər. Bu insanlara biz şəfa veririk. İynəsiz, dərmansız, təbii yollarla, yəni migren xəstəliyini sağaldırıq. Zob xəstəliklərində təbii sularla, yəni xüsusilə də qurbağa və digər vasitələrlə bütün növ zob xəstəliklərində gözəl nəticələrimiz var. Zəli qoyduran adam 6 ay infarkt olmur, insult olmur, tromb olmur, həyat yaşayır. Və bugün insanların ən böyük bəlası qan laxtalanmasıdır. Bugün ürək-damar sistemi xəstəlikləri dünyada yenə birincidir ölüm faizinə görə. Və çox təəssüf olsun ki, biz də öndəyik. Bu adicik və yaxud da qandırıldıcılar içirsə mədə sehlik qıçasını yandırır. Mən həkiməm. Azərbaycan Dövlət Tibb Universitetini qurtarmışam. Uzun illik təcrübəm var. Təcrübəniz var, bəli. Əgər bu eləməsə mən bunu özüm istifadə eləmərəm, dostlarım eləməz, ailəm eləməz. Yəni nə demək istəyirəm? Demək istəyirəm ki, Doktor Seyfəddin klinikasında siz bütün xəstəliklərin müalicəsi mümkün olan, bütün xəstəliklərin təbii sularla müalicəsini tapa bilərsiniz. Xəstəxanamız da yerləşir Həzaslanlı metrosunun çıxışında Doktor Seyfəddin klinikası və çox 50 metr məsafədir görünür metronun çıxışından. Ən əsas odur ki, telefon nömrəmizi dedi və yazılmışdı 050 635 0422. Əlaqə saxlayın bir gün qabaq, 2 gün qabaq.
Yəni bizdə o deyil ki, gedin bir ay, 2 ay növbədə durun. Bəzən süni şəkildə yaradılır və insanlar əziyyət çəkirlər. İstədiyiniz vaxt zəng eləyə bilərsiniz, əlaqə saxlaya bilərsiniz və qəbulumuza gələ bilərsiniz. Hər birinizə şəfa diləyirəm. Amin. Allahın Təşəkkür verdiyi ömrü edirik. sağlam və mənalı yaşayın. Sizə də təşəkkür edirəm. Biz sizə təşəkkür edirik dəyərli həkimimiz və əziz valideynlər, mən sizə Yurt İnklusiv İnkişaf Mərkəzini də diqqətinizə çatdırmaq istəyirəm. Psixoloq, pedaqoq və çıxış yolunun daimi eksperti olan Mənsura Qəhrəmanova sizə bu sahədə yaxından kömək ola bilər. Nərimanov metrosunun yaxınlığında yerləşir. Aşıq Cümə küçəsi 11 ünvanında. Telefon nömrəsini diqqətinizə çatdırıram. 010 366 27 52 055 361 68 60. Psixoloq qəbulu, logoped, defektoloq, inklusiv təhsilə dəstək, autizm uşaqların qəbulu, erkən inkişaf, məktəbə hazırlıq, abituriyent hazırlığı var. Hətta ingilis dili və rus dili hazırlığına da getmək istəsəniz, onda Yurt İnklusiv İnkişaf Mərkəzinə müraciət edə bilərsiniz. Və xaricdə təhsil almaq istəyənlərimiz, Globus Xaricdə Təhsil Şirkətini diqqətinizə çatdırmaq istəyirəm. Qardaş Türkiyədə, Ukraynada, Rusiyada, Gürcüstanda təhsil almaq istəyənlər müraciət edə bilərsiniz. 050 830 90 10 nömrəsinə. Anar Kazımov 8 ildən artıqdır ki, Globus Xaricdə Təhsil Şirkətinə rəhbərlik edir və bugünə qədər doğrudan da valideynlərin, abituriyentlərin böyük etibarını qazanıb. Mən sonsuzluqdan əziyyət çəkən cütlükləri nəzərinə çatdırmaq istəyirəm. Bəylər və xanımlar, ana-ata olmaq arzusuyla alışıb yananlar, siz Hind klinikasına müraciət edə bilərsiniz. 30 ildən artıqdır Azərbaycanda fəaliyyət göstərən Doktor Rajananı, mama ginekologu sizə tövsiyə edirəm. Doktor Rajana bu illər ərzində Azərbaycanda minlərlə ailəyə bir sevinç, bir saadət bəxş edib, o ailələrin övladı dünyaya gəlib. Doktor Rajana beynəlxalq mükafatlar laureatıdır. Hətta ona Hindistan prezidentinin ən yüksək mükafatını belə veriblər. Eyni zamanda kişi sonsuzluğundan əziyyət çəkənlər də Doktor Ronald Demuel müraciət edə bilərlər. Telefon nömrəsini diqqətinizə çatdırıram. 055 316 93 93. Vaxtımız qaldı mı? Söyləyim mənə zəhmət olmasa. Və mənim əzizlərim, reklam fasiləsindən sonra yenə çıxış yolundayıq. Biz də bilirik ki, bizim xanımlar da bəzi xaricilərə imkanlıdır deyə ərə gedirlər. Mənə o test lazımdır, başqa da heç nə. Mənə də eyni məlumat verilib və mən istəmişəm ki, eyni məlumatı dedim. Efrə də tutar, Efrə də yəni bildir, Efrə də bildirib Bəlilalə. Söylədi. Əsas məlumat Nurayna xanım, mən də şokam, siz də şok olacaqsınız. Bu İradə və İntizar bacıları bu işlər bilirsiniz, məşğuldular Sarıkaya'da və bunlar Azərbaycan vətəndaşı deyildir. Davam edirik əziz tamaşaçılarımız. Mən yenə istəyirəm ki, Sarıkayadan olan Veli Lalek sizə səslənək. Ortada 6 yaşında bir oğlan uşağından söhbət gedir. Düzdür, siz deyirsiniz ki, uşaq mənim deyil. Amma bütün faktlar gətirib çıxardır ki, bu uşaq sizindir. Ola bilər sizin deyil. Sadəcə olaraq mən kənardan belə baxıb buna deyirəm. Yəni, sonuçta analizlərin, testlərin nəticəsi bunu deyəcək. Amma bu məsələni də uzatmağın bir adı yoxdur. Yəni, bunu deyir, acı bağırsaq kimi biz niyə uzadırıq ki, hə? Nəhayət ki, bu uşaq... Gəlsinlər Nurayna xanım, mənim istədiyim odur ki, o gəlsin bura. Aha. Bizim Gəlsin, deməli, sübut edeyim mən Türkiyədən olan, İstanbuldan bizim əməkdaşımız Günel Abdullayevadır. Alo, bəli Günel xanım. Hər vaxtınız xeyir olsun Nurayna xanım. Hər vaxtınız xeyir. Nurayna xanım, yenə də hər zamanki kimi verilişimizdə olan hər bir ekspertimizi salamlayıram, MTV kanalını salamlayıram, sizi salamlayıram. Təşəkkür. Və Xalidənin məsələlərində bilirsiniz ki, başqa bir məsələ ortaya çıxıb, İntizar xanımla İradə xanım məsələləri. Bəli, ötən dəfə siz bizə bir söz dediniz. Doğruydu mu? O sözü siz kimdən, o informasiyanı kimdən almışdınız Günel xanım? Deməli, Nurayna xanım, bəli, bu İradə xanımla İntizar xanım bilirsiniz, bizim Xalidə xanıma da və başqa bir neçə xanıma da belə səbəb olub evləndirmə niyyəti ilə. Bəli, xanımlarımızdan
adına başlıq parası alar kimi, yəni evləndirincə sanki ana ilə atadılar bunlar. Başlıq parası alan kimi belə qadınlar evləndirib onların başlıq parasını alırlarmış və bu xanımlar Çox gözəl. Yəni düşünürdük. Amma elə deyil. Bu xanımlar Azərbaycan vətəndaşı deyirlər. Bu məlumatı da mənə kim verib? Vəli bəy kəndisi verib. Kəndisinin dediyi məlumatdır. Vəli bəyin özünün dediyi məlumatdır. Aha. Deməli, Vəli bəy söylədi ki, Xalidəni mənimlə tanış edən və məndən Xalidə üçün, Xalidənin qohumuymuş kimi özlərini, belə deyim, tanıdan İntizar xanım və İradə xanım adında olan şəxslər əslində Azərbaycanlı deyirlər. Bəli. Başqa millətdəndirlər. Onda belə çıxır ki, onlar Azərbaycanlı adından istifadə edirlər. Bəli, Nuraniyə xanım, burada başqa bir suç da var. Bəli. Başqa bir konuda ortaya çıxır ki, bunlar Azərbaycan vətəndaşı deyirlər, amma Azərbaycanlı kimi özlərini göstərirlər. Və rahat-rahat Azərbaycanca danışırlar. Amma Azərbaycan vətəndaşı deyirlər. Çünki dəqiqləşdirmək istəyirəm. Deməli, bu qadınlar, bu iki nəfər özünə deməli adım İntizardır, biri də söylür ki, adım İradədir. Azərbaycan vətəndaşı deyirlər, yoxsa Azərbaycan millətindən deyirlər, başqa millətdəndilər. Hansıdır? Söhbət nədən gedir? Məsələn, ola bilər ki, Azərbaycan vətəndaşı deyirlər, amma deyək ki, Gürcüstanda yaşayandılar. Gürcüstan vətəndaşı da Azərbaycan millətidir. Milləti başqadır. Bilmirəm. İndi mən sizə burada bir faktı açıqlayım, əgər vaxtınız var. Yox, siz dediniz ki, Vəli Lalik, diqqətlə qulaq asın mənə. Dediniz ki, Vəli Lalik söylür ki, Azərbaycanlı deyirlər, yəni milləti Azərbaycanlı deyil. Belə mi söylədi sizə? Dedi, Azərbaycan vətəndaşı deyirlər kimi dedi mənə gəlir. Niyə dedi? Çünki onlar başqa ölkədə yaşadığımız üçün bilirsiniz, bugünkü gündə hər birimiz ikamet alırıq burada yaşamaq. Aha, bəli. Onlar ikametlərini almaq üçün hər səfərdə başqa bir ölkəyə adını çəkə Başqa bir ölkədən alıblar. Hansı ölkədən aldıqlarını Vəli bəy sizə deyib mi? Açıqlamaya bilərsiniz. Sizə deyib mi? Deyib mi sizə? Hə, yox, sizə deyib mi? Deyib sizə. Anladım. Sənədini alıb əlindən baxa bilmirik ki, siz proqrama gəlirsiniz, mən sizin şəxsiyyət vəsiqənizi alıb baxa bilirəmmi? Təbii ki, biz proqrama gələn hər bir kəsin, proqrama müraciət edən hər bir kəsin dediyi sözə əsaslanırıq. Və əgər o adam o sözü səhv deyirsə, məsuliyyət onun boynundadır. Biz sadəcə olaraq, məsələn, Xalidə xanım bugün həyatı ilə bağlı bizə danışır. Danışdığı təqdirdə Xalidə xanım bir çox insanları günahlandırır. Amma sizin o Güney xanımın çatdırdığı sizin informasiya, yarım çıxayım kahramanca, yarım çıx. Görürsünüz, siz sual verirsiniz ona. Görürsən ki, o məhəttəl qalır deyə bilmirəm. Bilmək yox, müxbirin, yəni jurnalisti informasiya alıb vermək imkanı var, amma bütövlükdə. Çünki siz orada yarımçıq heç nə qalmamalı. Niyə? Çox ki, bəli, vətəndaşdır, o birisi Azərbaycan vətəndaşıdır, o birisi Gürcüstanda yaşayır. Əfqan vətəndaşıdır, o birisi Azərbaycan bilir. Yox, Anar müəllim, müəyyən məsələlər var ki, ben onu efirdə açıqlamadım, amma bizim redaktorımızla əvvəldən danışmışdı. Redaktorumuza da söyləyib ki, ola bilər ki, efirdir, canlı efirdir, ola bilər ki, fikrini düzgün izah eləyə bilmədi. Adamlar Vəli Lalekin dediyinə görə, Azərbaycanlı deyirlər. Yəni istəyir Rusiya vətəndaşı olsun, istəyir Gürcüstan vətəndaşı olsun, istəyir Azərbaycan vətəndaşı olsun. Məqsəd nədir? Yaxşı, məqsəd nədir? Başqa ölkənin vətəndaşı Azərbaycanlı kimi istifadə edir. Adından istifadə. Azərbaycan. Xalidə kimi bir neçə xanımı tanış ediblər, onun qohumuymuş kimi özlərini təqdim ediblər və küllü miqdarda başlıq parası alırlar adamlardan. Xalidəni tanış elədikləri Vəli Lalikdən $8500 başlıq parası alıblar.
Bəli. Məqsəd budur. Ay, Adamlar başıma dönüm. Axı bu söhbət nədən ki, insanların başda savadsızlığı. Bu bir. Maariflənmə yoxdur. Bu iki. Bəli. Üçüncüsü, bu adamların ayağı sürüşkəndir. Başqa mənada yox. Yaxşı mənada sürüşkəndir. Çünki gedib ora tora özləri düşürlər. Niyə mən sahibimdirlər ora? Niyə siz sahibimlər, onun sahibimlər? Çünki bunlar yönəmlidir. İnsan yönəmli olanda bir şeyə tez düşür o. Necə ki bağışda mənim cır arılar var ya. Cır arılar görsən nə qədər veçə versələr bağışlama balı yoxdur. Bax söhbət bundan gedir. Bunlar da özləşiblər. 8.500 çırpışdırıb indi deyir ki, bəli, mən istifadə edilməmişəm. Allah səni niyə ütüdür? Təzə ilə. Mənim də xəbərim olmayıb o puldan. Yox, Mən ona burada gedəndən sonra Onlar Sənin sənin qara xəbərin getməkdən xəbərin var, sənin doğmaqdan Amma xəbərin mən var, amma xəbərim yox. Buyur. Uşağı saxlayıb qaça-qaça onun yanına gedirsən. Niyə? Mən iş O, günü onun sənin yanına o üç getməmişəm uşağından axı. dəyərli idi, Xeyr, qiymətli ay idi. xeyr. Bəs Mən niyə balımın üç uşağı heç şey saxlayıb? yoxdur. Üç uşağı da aparmışdın ora? Yox, yox. Bəs niyə uşaqları burada saxlayırsan, balaca uşaqları qaçırsan ora? İndi, bilirsiniz, bir dənə atalar sözü var, Uşaqları özü o yıxılan Türkiyəyə ağlamaz. Bu addımı Elçin müəllim. atmamışdan öncə düşünəydiniz, sama biləydiniz ki, bunun axırı nə olacaq? Bir düşünün də bunu da. Mən ora gedəndə heç uşaqlar məndə deyildi. Mən onu atasına vermişdim zaten. Yəni ora getməmişdən qabaq mən Atası da uşaqlar az günə çarpmış, getmişdi onun vərəzə günə Onu çarpmağa. da niyə verdim? Mən səbəblərini dəfələrlə Mənə açıqlama maraqlı verdim. gələn, ay Xalidə, mənə maraqlı gələn Bəli. bir şeydir. Bax, keçən verilişdə dedin ki, bu intizar gündən siz dost olmusunuz, yoldaş olmusunuz, hətta Bəli, ad bəli. gününə getmisiniz. Bəli. İndi sən deyirsən ki, mən kasıb idim falan. Hələ ad gününə gedəndə o pulu, yol pulunu kim verib? Hələ o da sual altındadır. Özlər verib. Onu yəni yaxşı. özlər dedi. Məni ha, ki, bilirsən, bizlər Sənin verirlər. məqsədli formada aparma Mənim belə yox, çıxır. ondan əvvəl. Planlı şəkildə Xalidə, olsa mənə qulaq as. mənim xəbərim oldu. Xalidə, mənə qulaq as. Mən bilməm. İnanmıram. Xalidə, Mən mənə inanmıram. bilirsən nə qədər rəfiqələrim var. Məsələn, onlar gedirlər Maldiv adalarına falan. Sadəcə Onlar niyə olaraq- mənə bilet almırlar? Mən də gedim istirahətə ad gününə. Mənə siz necə dedilər? Onlar mənə dedilər ki, ad gününə, İntisarın qızının ad gününə getməyə. Sadəcə o məndən soruşdular. Biz də rəfiqə idik, bir yerdə onlarda da qalmışam. Belə gedib gəlmişik. Mənə dedilər ki, Türkiyəyə getmək istəyirəm. Mən də bir həvəs Bax, gəldi. bir dəqiqə burada üzr istəyirəm. Rusiyada olmuşam, amma bir dəqiqə Türkiyədə üzr olmamışam. istəyirəm. Gedib gəlmisiniz, yaxın olmusunuz. Bəs sən bu neçə il dost olduğun, evində qaldığın adamın milliyyətini, vətəndaşlığını bilmədinmi? Tanımamışam. Necə düşür bu mən? Sizin deməyiniz Millət çox maraqlı bir Yəni mən şeydir. başqa Ya sən formada burada, tanımışam. Xalidə, Başqa sən adam burada çox tanımışam. şeylər gizlədirsən. Deyərəm onu. Burada çox şeylər Vallahi gizlədirsən. heç- Vallahi billahi deyirəm. Vallahi Burada deyirəm. məqsədli 5 formada ildir bu mən gəlib insan gedirəm, verir, 5 ildir əslində onun eyni qalanda. sözü deyirəm. Aldadıb aparıb başqa bir ölkəyə. Bu Azərbaycanın daxili deyil ki, buradan çıxıb getdin Qazaxa ya Masallıya Mənə ya ad Lənkərana. günü. Bu Elçin mənim ölkədən qurban ol. kənara Mənə ad çıxmardı. günə deyib gedək. Mən də Ay dedim baş yaxşı, bacım, dedi tanımadığın pasportum insanlar var. gündə nə işin vardı sənin? Yox qızları tanıyıram da buna görə. Dedi pasportum var, dedim hə Tanıyırsan, sən o problem yox. milliyyətini, qonşuya vətəndaşlığını bax bilmirsən. Adı elə ki, iki addımlıq qonşu da ora gedir ad gündən. Qonşunun evinə gedirdik, Samirə. sən deməsin. Allah səni ev dansa, sən üzr istəmirəm. Mən bu sözümü deyirəm buna. Bunu üzr istədikcə daha da belə şişir qalxır, deyir ki, bunu adam yerdə qoyur. Elə deyil. Ay, yox. Bu adam 3 dənə uşağını qoyub gedir. Başqasının dalınca xoşbəxtliyə gedib, oğul olmasın. O xoşbəxtlik faciə də heç odur da. qismət də olmasın. Allah sənin evi tiksin. Heç olmadı da anam Yox, mən. olmayacaq da. Gülməklə Yığma, deyil, yığma, xoşbəxtliyi yığma, bağışlama. kimsə Tap ardınca getməyən deyil. Bir xoşbəxtliyə bir xeyir olmalı da heç olmasın. Onu tapa bilərsən. Heç Sən o xeyirli də xoşbəxtliyi olmayıb da. bilmirsən nə deməkdir. 3 uşağı az desə kişiyə verdim də kişinin boynu qaymış olacaq. Hanı kişi? Hardadır kişi? Uşaqlarını saxlayır. Hə, Uşaqlarına yenə sahib sağ çıxır. olsun, bəli. Xeyr, Allah mənim kömək mümkün olsun. günüm, valla Bəli. mənim elə gücüm olmazdı. Mənim qızım, böyük qızım, üzr istəyirəm dönə-dönə sizə. Sən gücün ancaq ərə getməkdə yox. Bugünkü günü hakimliyi Sən bu dəqiqə ancaq oraya oxuyur gedir, hal-hazırda. ona gedir, ona Tələbədir xəbər böyük qızım bu 8-5 dəqiqə. yaşından xəbər Amma yox. mənim gücüm ona çatmazdı ki, mən onu oxudam, qabağa gətirim. Nəyi? Özüm kim olacaqdı Doğmaydı onda. Mənim yanımda Niyə doğru qalsın. ki, bağışda məsələ Allah verdiyi payını Allah neyləməli? bağışda adamın zat da verir də, zehirmar da verir Allah. Və yola niyə götürmədin yaxşı? Hə, dağda Allah verir. elə o zəhrimar da götür. Elə pirdə oturmuzu, meçiddə oturmuzu Allah verir də. Allah başımıza Bilirsiniz, daş salsın. Anar müəllim, Mümkün heç günü həmin qız- birimiz bilmirik hansı vəziyyətə düşərik və oradan çıxış yolu tapa bilərik Biz yoxsa yox. niyə gözümüz açandan oxuyuruq, eşidirik, sözündə, mahnısındakı məhəbbət qürbətə gedər? Mən başa düşmürəm. Məhəbbətdir, həyatdır, düşünür şahmatdır. Hamı səhv eləyir. Onda heç kim şahmatda Ay uduzmaz ki. Seyfəddin müəllim, axı məhəbbət də olmayıb, aldadıb aparıblar orada. Məsələ burasındadır. Mən də onu deyirəm də, deyirəm o əvvəlli dedim ki, Allah məhəbbət verər. qürbətə Allah'tan gedər. gerekir, dua Bu et. adam Şart Bir sağ danışın.
danışın, xahiş edirəm. Vallahi uşaq başım daşdan daşa dəyib. İndən sonra anası döyürəm. Ay Xalidə qızım. İndən sonra allanmaram. Xalidəndən sonra Bəli. orada nə əhəmiyyəti var ki, artıq bu proses qutarıb, bitib bu məsələ. Bizim burada istədiyimiz nədir? Bu çıxış yolunda nə gəzirik? Mənim də istədiyim burada. İstədiyimiz budur ki, o gəlsin bura, deyin eləsin uşağımın nəyim o nədir soyadını versin. Uşağımın soyadı. Biz Mən də onu başqa heç istəyirik. nə istəmirəm. 6 ilimi geri qaytarıram Biz də istədiyimiz odur. Əziyyətlə böyük dili mən kirədə saxlayıram uşağımı. Bir şey deyirəm, sən onu qorxutma. Ay Xalid, sən onu qorxutma ki, gəlsin, gözünü də biraz böyüdəndə qorxub gəlməyəcək. Sən onu məhəbbətlə, bax belə gülə-gülə. Gəl aşkım, gəl bizim məsələmizi həll elə. Gəl burada bu məsələmizi həll elə, sənətləşdirək, çıx get. Sənə də burada qəşəng bir xəngəl bişirəcəm, qulluğunda duracağam. Uşağın burada böyüdəcəm uşağını. Yəni onu xoş qəbul elə. Seyfəttin müəllim, doktor, ailəlidir, həyat yoldaşı var. Birinci evlad aydınlaşsın ki, onun evladıdırmı da? Birinci Samira xanım, aydınlaşsın. telefon xətti, sözü var, söz deyəcək. Özün altında deyil. Mənim əzizlərim, doğrudan burada ailəni də döndərir və bilirsən niyə? Qarşıda oturanlar biz heç vaxt saymamışıq, qarşıda oturanlar. Öz aramızda deyək ki, belə qarşıya oturanı hörmət qoyub, ayırsan, mənim bacım kətdə oturub insana baxıb deyəcək ki, mən də gedirəm ikinci dəfə elə. Bağışla məni. Sən bunu əxsəyirsən, cəmaata xəbərin var. Kətdə oturub bacım 75 yaşı var. Deyəcək, mən də gedirəm elə. Anar mənim, ailə qurmaq pisdir. Deyəcək, mən də 5 minə gedirəm. Ailə qurmaq pisdir. Ailə qurub da. Hay ki, nə ailə qurub, ben bilmirdik ya. 3 tərəfini qoyub cəhənnə o gedir. Anar mənim, qurban olum sizə, üzr istəyirəm, 5 dəfə getməmişəm, mən ikinci ailəm idi. Mən də istəyirdim ki, xoşbəxt yaşayam. Allah kömək olsun. İkinci ailəm idi, 5 dəfə 10 dəfə getməmişəm. Bəli, rəsmi sürəsi olub. 50 dəfə getməmişəm ki, bir dəfə getmişəm, yaxşı olmuş. İkinci Nə yaxşı dəfə olmuş, atası saxlayır, işləmişsən, yaxşı olmayıb. Nə istəyirdik yaxşı? Normal ailə istəyirdim. Sən o normalda oğul olmasa sən evli kişiyə gelirsən. Normaldır o. Evli deyildi, o subay idi, yoldaşı rəhmət. Deməli, Türkiyədən bizə Vəli Laləkin hansı qohumu bu xəbəri verdi bizə? Qızı Demetdir, Demet. Vəli Laləkin neçə yaşı var? 70'e yaxın olar. Olmaz, yox, 70 olmaz. Rəsmi ərə gedib ərdim neçə yaşını bilmir. Dünən gediyim böyük yadımdan çıxmasın. Deməli, əziz ekspertlərimiz, hörmətli ekspertlərimiz hal-hazırda bizə Türkiyədən xəbər verdilər. Vəli Laləkin qızı xəbər verdi. Xəbərin nə qədər doğru və yanlış olmasını yenə bilmirik. Sadəcə olaraq bizə məlumat verildi ki, Vəli Lalək 2 gün öncə ürək tutması ilə xəstəxanaya yerləşdirilib. Yalan. Yalan. O heç. Necə? Nə düşünürsən? O heç vaxt o insan. Mən 7-8 ay onun yanında qalmışam. Bir dəfə olsun o insan harasınca tutub deməyib ki, ayağım ağrıdı, barmağım ağrıdı. Ortadan 6 gün keçib də. Yox, yalandır. İnanmıram. İnsan xəstələnə bilər. Mən inanmıram. Şəxsən inanmıram. Yalandır. Sadəcə olaraq yozdururlar. Əziz, səndən soruşmalıydım, ürəyi ağrısın, ağrımasın. Xeyr, etmədim. Mən onu bilirəm ki, mən yaşamışam, bilirəm ki, o insanın ağrı deyilən şey olmayıb onda. Sən bilən də mən də biraz xandan sonra onlar 100 dənə söz şey elədilər. Əvvəl görmüsən bu kişini. Bilirəm və insan orqanizm elə bir şeydir ki, bir anda yığılır, bir anda öz tepkisini göstərir. Gözlüyüm bir aydan sonra deyəcəklər ki, bəli ölübücü. Ölməsi, onu da çıxardacaqlar. Mən belə görürəm ki, sənin burada imtihanla o öləcək elə, az qalıb işi. Elə ölsün bilim ki, də ölüb də. Yox, xahiş edirəm. Qarğış, bütün hallarda uşağın atasıdırsa qarğış. İfadələrinizə fikir verin, baxın. Canlı efirdə, qızım, qulaq as. Bax, canlı efirdə ağzından çıxan bütün kəlmələr üçün məsuliyyət daşıyırsan. Sabah o məsuliyyətin altından çıxmaq çox çətin olar sənin üçün. Ona görə bəddua et və... Mənim istədiyim sizdən nədir? Gələn gündə mən 4-5 ildir buranı döyürəm da, sizin qapını döyürəm. Mənim istədiyim odur ki, gəlsin mənim uşağımın DNK-sını versin. Demir, mən atasını döyürəm, gəlsin, mən ona subut eləyirəm. Yox, əgər o dediyi kimi olsa, o uşaq onun olmasa, mən dövlət qarşısında o deyirləri tükdən incədir boynum. Bəli.
Cəzamı nədir? Cəzam verirsin. Ondan da nə dəyişəcək? Neyini? Bax, Nə dəyişəcək? Bir Nə oğlan dəyişəcək? uşağının atasının adı, soyadı. Bugünkü günü, bax bir dənə söz deyim sizə də, hə? Atasıdır da, hə? Bugünkü gün mənim uşağıma niyə o bu baxmalıdır? Niyə mən kiməsə deməliyəm ki, mənə produkt ver, mənə ev kirəsi ver, niyə verib deməliyəm? Adam haqlıdır. Niyə deməliyəm axı? Mən onu istəyirəm, anar müəllim. Mən nə istəyirəm ondan? Hörmətli dövlətdə icazə var. Niyə verməli? İcazə verirsən yoxsa yox. Gedib kefinizi görürsünüz, yatırsınız, durursunuz ama mən uşaq məndən deyil. Bu nə demək ya? Axı o deyil onu. Uşaq mənim deyil. Ələ geçsəydin deyərdim ki o. Sən 2 dəfə getmirsən, sən təcrübəli bir qadınsan. İndi desən ki, bağışla 3-cüyə geçsəm Allah'ım. Qeyri-qanunu deyil ki, qeyri-qanunu. Nə? Hal-hazırda zaksızın kəbinini getmişəm mən ona. Əməlli başlı bağışla bu hökumət mənə icazə versən asılmalıydın. 3 uşağı qoymuşsan bədbəxtinə, qoymuşsan kişi ötəsinə. Bəli. Qoyub kim gedirsən uşağa, yat kişinin ötəsinə. O analıq damır, o analıq bir minədir, sən bayışırsan. Çünki səndə analıq yoxdur. Yoxdur. Olsaysan 3 tane körpəni çırpıb getməzdi. Yat kişinin o ağzı ötündə. Böyle ailədir. Heç kəsin mühakimə eləməyə haqqımız yoxdur bizim buradan sizə. Mahkemə nəyi? Mahkemə bu nə deyir? Biz sadəcə olaraq burada bir çıxış yolu axtarmalıyıq. Yox, çıxış yolu Bu sağlığı yandıra gətirmək lazımdır. Ya da bu sağlığını ora göndərmək lazımdır. Bizim burada oturmamıza haqqımız yoxdur. 60 yaşında ana vəzroğlu oturub başda 3-4 hayvandan gəlsin. Bəli, odur. Bəli, sən ondan başla, özündən başla. Özündən başlaya bilmirsən, başqasına nöqtə axtarma. İnat bildirmə. Mən ona görə deyirəm. Mənim bağlam belə olmaz. Mən ayvadan dalaşamam, balamdır. İkisine de ben arkasına durmuşam. Bu ne demek yaxşı? Bu anadır. Sabah o uşaqlar qavrulmayacaq, bunu kör lan ki vuracaq arkadan. Çünkü özü koyuyor olur. Söhbət bundan gelir. Ana müəllim, halda bir dəqiqə, ana müəllim, siz bütün ve bütün hallarda bütün kadınların sevgiye, aileye ihtiyacı var, kaygıya ihtiyacı var. Ama sözümü kesme. Ama Halide bir dakika icazə ver. Bağışlama. Ve onun bakçılarına da fagon yapışlanmaz. Herkesin aklı var, gücü var. Heyvanlardan senin, benim farkım nedir? Heyvan düşünebilmir. Ve salam sen bunu qəbul edemezsin. Bəli, siz haklısınız. Ancak o anar müəllim kimi düşünseydi Halide yok, anar Mənim vəzir düşünmək, olardı. bağışla mən niyə hamı ana vəzir olmaq ki? Hamı da o Halide xanım olmuyor. Ama herkes öz yerinde bəli, banlamağı bacarmalıdır. Haklısınız ama ortada bu yıl Halide bir dakika. Halide ama Senin 5 parmağın yok ve senin 7 parmağın da birine değmez. ama bütün hallarda səhv olup Telefon xəttində. Alo, eşidirik sizi. Alo. 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 Eşidirəm sizi. Kim idi? Telefon xəttində olan kimdir? Alo, salam. Salam. Hər birinizi salamlayıram. Salam. Buyurun. Verilişinizə uğurlar arzulayıram. Təşəkkür. Kim Mən üçün bir həftədir sizin verilişinizi izləyirəm. Olar mı adımı demeyim? Adınızı deyəsiniz yoxsa deməyəsiniz? Yox, adımı demeyim. Deməyin. Mənim sizin verilişinizə çıxan bir nəfərdən uzun müddətli xoşum gəlir. Kimdən ha? Ekspertlərimizdir. Xeyr, ekspert deyil. Hə. Bugün efirinizə musiqi ilə girən Amil bəydən uzun müddətli xoşum gəlir. Və əgər icazə verərsinizsə, mən Amil bəy üçün səhər sizin studiyanıza gəlmək istəyərdim. Siz, xanım, siz? Bəli, mən. Buradan bura adını demək istəmir, sabah öldü gəlir. Bu da tələ görünür. Və valla, Yaxşı, adınızı demirsiniz, sabah necə gələcəksiniz? Gələndə deyil, bəli. Sürpriz edirsiniz. Neçə yaşınız var sizin? Mənim 20 yaşım var. 20 yaşınız var. Ağır sizin neçə yaşınız var? 35 yaşı var xanım. Olsun, mənim özümün evimdə var. Maşının da var. Özümün şəxsi biznesimdə var. Sizin 20 yaşında. Ne qəşəngdir, ne qəşəngdir. Bax, mən əvvəldən dedimmi ki, bu rəqsdən sonra onun məhəbbəti tapılacaq. Amil tanıdığın adamdır. Nə tanıyır? Əvvəldən Amil bəy, hə deyirsə, mən səhər
Saat 3 tamamda sizin studiyanızda Gel, olmaq gel, istəyirəm. baş olayım, gel. Gəlməyinə gəlin, amma mənə elə gəldi ki, elə bil Amillə əvvəldən danışmısınız, hə? Xeyr, mən Amili sizin Amil. studiyanızda görmüşəm. Tanıyırsan, 20 yaşında belə tanış olduğun qızlardan kim var? Lalə, Zemfirə, Aysel, hə? Amil gəlsinmi? Hə? Gəlsinmi? Zemadır. Tanış deyil. Hə? Aysudur. Mən Amil üçün Kimdir? səhər Zülfiyyədir. 1-ci reyslə bilet alıb gəlirəm Bakıya. Hardan gəlirsiniz? Hardan? Naxçıvandan gələcəyəm. Hər deyirsə gəlim Amil Bayaqdan üçün. deyirdiniz Yox, ki, gəlsin sevgi mi? yoxdur falan. Görürsünüz cəmaat. Gəlsin, gör Amil razıdır. Nə bilim, gələ bilirsə, gəlsin söhbətləşək. Baş üstə Amil, sənin üçün səhər studiyadayam. Çox sağ olun. Əslinə qalanda Amili ora göndərsə daha yaxşı olar. Dedi, işitmədim axır. Gəlsin, nə deyirəm ki, bizim qapımız hər kəsin üzünə açıqdır. Hələ orada bir aşk yaşanacaqsa, ümumiyyətlə qapılarımız açıqdır. Bəxtimiz var, Amil. Bizə demir, bir ana müəllimə görə gəlirəm. Görürsən, Amil oxudu, qutardı getdi. Gördünüz? Amil. Nuranə xanım, siz Bəxtin açılır. Yox, görürsən, oxuyan da oxuyanlar onlarla müştərək. əlaqə saxlaya bilirsiniz, yoxsa? Saxlayacaqlar indi. Əziz tamaşaçılarımız, mən bir daha buradan Demet xanıma səslənirəm. Sarıkaya'ya, Veli Lalekin, əgər doğrudan da sizin dediyiniz kimidirsə, bunu faktlarla bizə göstərin. Ola bilər ki, siz bundan sonra Veli Lalekin bizimlə əlaqələrini kəsmək üçün, bəli, deyə bilərsiniz ki, adam əməliyyat oldu, hətta deyə bilərsiniz ki, adam komadadır. Və illərlə deyə bilərsiniz ki, adam komadadır, komadan ayılmır. Yəni bizə faktları zəhmət olmasa göstərin. Hansı xəstəxanada yatır, düzdür? Xəstəliyi nədir? Bir həkimi ilə danışaq. Çünki adam Azərbaycana gəlmək istəyirdi. Veli Lalek sonuncu dəfə bizə dedi ki, bəli, mən gəlib test vermək istəyirəm. Hətta söylədi ki, əgər o 6 yaşında oğlan uşağı, Hüseyin adında oğlan uşağı mənim çocuğumdursa, bax belə söylədi. Onun dedi, heç dırnağından vaz keçməm. Yəni sizin o sözünüz mənim çox xoşuma gəldi. Yəni bir kişiyə yaraşan sözdür. Əgər bu uşaq, bu oğlan uşağı mənimdirsə, onun dırnağından, telindən belə mən vaz keçməm. Mən inanıram ki, siz o testi verəcəksiniz və sizin də Azərbaycana gəlişiniz, belə deyək, Xalidənin dediyinə görə bir, deyir ki, sizin imkanlarınız çox gözəldir, çox yaxşıdır. 2, mənim təxminlərim. Siz əgər Xalidə üçün tanış olmaqdan ötürü, onun qohumu kimi özünü biruzə verən, sizə təqdimat edən 2 xanıma başlıq parası olaraq $8500 para vermisinizsə, demək ki, imkanlarınız yaxşıdır. Xalidə həmən Azərbaycana gedən kimi digər bir xanımla da evlənmişsinizsə, yəqin ki, o xanım üçün də bir $8500 başlıq parası vermişsiniz. İmkanlarınız gözəldir. Allah başınızdan töksün, cibiniz dolu olsun. Uçağa minirsiniz, uçaq deyirlər də. Minirsiniz, gəlirsiniz Azərbaycana. Onu da demişdi o kişi ki, bu xanım iddia elədi ki, uşaq ondan elədi mi? O kişi nə dedi? Dedi, mənim kişilim yoxdur axı. Nə tədiyə bilər ki, mənim uşağımdır? İndi onu da dedi, həkimimiz də dedi ki, belə bir dünyada, tibbdə belə bir iynə yoxdur. Hər halda, kimsə kiməsə, birisiz necədir, kimsə kimə iynə vurub, iynə vurdurub, mən nə bilim də nəsə, min cürə hoqqa, 3 nöqtə, bilmirəm, heç açıqlamaq da istəmirəm. Ortada 6 yaşında bir oğlan uşağı var. Gələndə mənim qonağımdır. Fakt. Gəlsə Bakıya. Veli Lalek, gələr kimi sizi göndərəcəm doktor Seyfəttin klinikasına. Mənim qonağımdır. Gedənək tək ki, burada bir anlaşılsınlar və uşağın həqiqi mənada aydınlaşsın kimindir və məsələ bitsin. Gələndə mənim qonağımdır. Götürsün telefonu. Vəssalam, doktor Seyfəttin sizi gözləyir. Qaydacağıq bu mövzuya. Qısa bir aradan sonra birlikdəyik. Uşaq öyrətmişəmsə, inan Allah. Allah belimdən vursun Nuranə xanım. Hər şeyin şahidi o əsnadır. Nənəm kimi nə zülm eləyib sənə, nə gündə gətizirdim mən onları abla. İnan Allah'ımıza qoymayacağım o uşaqların göz yaşını, bir damlasını qoymayacağım səndə. Sən söhbəti bilsə nə, o Zeynəb kimdirsə, mən çox şey açıqlamıram. Kimdir Zeynəb? Mən hər şey yaxşı biləm, əsna mənə deyir. Telefonda yığıb kimlənsə onları sən danışdırmısan. Geçək kişisən, bəsdir.
sonra bax bu gəlininizin İlahənin 4 uşağı dünyaya gəlib. 4 oğlunuzu, uşaqlarını, nəvələrinizi nəvə hesab etmirsiniz, düzdür? Uşaqlara bilməm getmək istəyirsiniz atıldı. Yox, bizim burada məktəb dostlarımız var. Biz bura öyrəşirik. O atanın yanında qalmazaq. Ata sualı verək. Uşağı dindirmirsən də özü. Bütün hallarda əziz tamaşaçılarımız, bizim yalnız bir məqsədimiz olur. Elə çıxış yolu proqramı başlayan gündən bizim bu məqsədimiz olub, Anar müəllim. Valideynləri deyil, yalnız uşaqları düşünmüşük. Çünki bir uşağın, biraz öncə doktorumuz çox gözəl söylədi, elə Anar müəllim də çox gözəl söylədi. Bir uşağın sınıq böyüməyi, bir uşağın yarımçıq böyüməyi gələcəkdə yarımçıq bir adam olmağı deməkdir. O nə yaxşı kişi ola bilməyəcək, yaxşı ailə başçısı ola bilməyəcək, nə gördü ki, öz ailəsindən yaxşı ailə başçısı olsun, nə də yaxşı ana ola bilməyəcək. Harada gördü ki, o sevgini, şəfqəti, harada gördü ki? Biz bu yarımçıq sınıq adamları bir-bir çoxalda gətirib çıxardırıq bərbad bir cəmiyyətə. Biz o cəmiyyətimizi sağlamlaşdırmaq üçün uşaqların hüquqlarını müdafiə eləməliyik. Təkcə biz yox, təkcə Azərbaycan dövləti deyir ki, bunu bütün dünya dövlətləri deyir ki, birinci olaraq uşaqların hüquqlarını müdafiə etməliyik. 8 uşaqdan gedir söhbət. Yaxşı, bu 4 uşaq bildik. Nə idi oğlanın adı? Habil. Bildik, 4 uşaq sənin deyil, qardaş. 4 uşaq İlahənin birinci həyat yoldaşından olan uşaqlardır. Böyüyüblər, boya başa çatıblar, böyükdülər. Birinci həyat yoldaşından 4 uşaq var, ikincisindən 4. İlahənin. Ha, keftə deyiblər valla. Kim keftədir? Ha, deyiblər. Ha, nə yaxşı ər tapırlar, nə yaxşı gedirlər. Biz ikinci arvad tapa bilmir, valla 2 dəfə ərə gedirlər. 4 dənə uşaq ondan, 4 dənə uşaq bundan. Mənim, kimi söz danışırdım. Mənim, bağışlayın o sözünüzə görə üzr istəyirəm, bir böyük, məndən böyük söz. Üzr istəmə, buyurun. Ürəyin istəmirsiniz, üzr desin. Ancaq deyirsən, keftədir. Keyfdə olsaydım aparıb atardım bəzi yerlərə, öz keyfimdə, klublarda olur. Yox, keyfdə olan ana, məncə elə olur. Oturub evladım məktəbi ilə, evladın arxasına düşmür. Mən orada qışqırdığım kimi qışqırarsan, mən üzrsən sual verim. Adın nə qoyursan, bax keyfdə deyirsən. 4 dənə uşağı qoymuşsan, çıxıb getmişsən elə. Keyfdə olan kişilərdir, biz öyle, valla biz öyle. Kişi boynu yerə soxdum, sən deyildim mən, yaxşı. Qızım nə arxadır, sən yaxşı, mən pisəm, razıyam. Bəs uşaqlarına niyə baxmır? Harmoniya pozulur, bəli, o uşaqdan qalır qırağa, bu uşağa gelsin. Kimdir? Kişilər. Bu ittiham əladır, bağışla məni. Mən həmişə biləyəm ki, müharibə vaxtı Əliyanın o qabaqda yana avtomatlı qabağa getmirlər. Bu qəhrəmanlıq deyil. Bu özünü məhv olmaq demək. Sən 4 tane uşaq gelirsən ki, xoşbaxtlık dalınca bağışla bu nə sonra qadın halda niyə o, mən baş açmıram, niyə bizim böyüklər elə şeylərə pis baxır, niyə? Ailə qurmuşam da gedib küçələrdə düşsəm yaxşı olacaqdı. Mənim də bir də 2 uşağım var, 3 tane ola bilməzdi, onlardır. 4 tane ola bilməzdi, bəs mən də ailə podrat üslubadır. Fikirləşirəm ki, bu 2 uşağı mən oturup qırağa, adi təhsil, köçürdə bilərəm ya yox. Siz niyə düşünmürsünüz? Niyə? Çünki bəli, qafanızda, bağışda gedib doğmaq var, atmaq var və sonra bu indi gələcəksən, hörmətli Nurhan xanım burada kömək edəcək, qutardı gitsin. Biz Nurhan xanımı arxayın dönük. Mədəniyyət bizə haradan başlayır, içindən başlayır. Ayaqqabının şükür içindən. Şükür Allah'a mədəniyyətimizə nə olub ki, o cür uşaqlar böyüdü. Heç qədər bu ilə sonra ikinciyə də gəlib 4 dəfə oradan da düz deyəcək anlamazım. Mən səni niyə spoilərim? Anar müəllim, xanımdır, xanımlığına hörmət eləyək, analığına hörmət eləyək. Ən azından o 8 uşağı başına toplayıb, indi 4'ü birinci həyat yoldaşındandır, 4'ü də ikinci həyat yoldaşındandır. Uşaqları toplayıb bir yerə. Dünən xəbər eşitdik. O xanım kimi mən də aparıb dənizə atmışdı dünən. Atardım dənizə. Biz nəyi burada əksizlik yaradırıq. Biz əksizlik yaratmırıq. Biz yenə deyirəm, ömür boyu işləmişik, bəli. Xalqa işləmək lazımdır, qarşı tərəfə işləmək lazımdır, maarifləndirmək lazımdır. Bəli, çıxış yolu o demək deyil ki, insanın ki, bəli, 4'üne getir, insandır bəlaya düşüb. Xeyr, bəlaya düşmək başqa şeydir. Sən bəlanı yaratmaq, o ikinci sənin minusundur. Sən yaratma. Qızım, mən də sənə təşəkkür edirəm. Sağ ol. Azərbaycanımızda 8 əskər böyüdürsə. Doktor. Ancaq həyatdır, həyatın hər üzü var. Arzu edirəm ki, uşaqların da özün də sağlam olasan, çalış, düz eləyirsən.
qismət çalışmayan adamı çalışıram da. Mən nə mən istəyirəm inanıram ki, yox, mənə? düz eləyirsən. Sənin mən istəyini bildim keçən dəfə də Yəni bildim. mən bu qədər Sən keçdim dövlət- də Ay onun qızım, üçün 2 dəfə boşanmaya verdim. Bağışlayın sözünüzü keçirəm doktor. 2 dəfə verdim, qaytardım tezdən. Mediasiyaya getdim. Yəni dedim ki, düzələr, yaxşı olar. Hətta dedim gəl bir yerdə yaşayaq, ailə kimi də olma. Hər şeyə qatılaşdım. Da bundan sonra istəmirəm. Uşaqlar da narazıdır. Ay qızım, orasını demirəm, mən başqa düz deyirəm. Sən istədiyini biz bilirik də. Bəlkə yeni tamaşaçılarımız bilmirlər. Sənin istədiyin odur ki, sənin uşaqlarına dəstək olsun. Bəli. Dövlətin aidiyyəti qurumları, yenə Allah deyirəm, köməyiniz qonşu dövlətlər var, ikinci uşaqda, üçüncü uşaqda, dördüncü. Şu an sayı artdıqca mənzil verilir, şərait yaradılır, hər şey verirlər. Mən də istərəm ki, aidiyyəti qurumlar sənə dəstək olsunlar, əziyyət çəkməsən, çünki yenə deyirəm, bizim gələcəyimizə 8 əskər böyüdürsən. Uğurlar diləyirəm və aidiyyəti Təşəkkürümü qurumlar. bildirirəm. Davam eləyəcəyik əziz tamaşaçılarımız. Elə bax, uşaqların sayından danışdıq. Düzdür, bəzi ekspertlərimiz, onlar da haqlıdırlar. Deyir, əgər bir uşağı, 2 uşağı, 3 uşağı normal şəkildə yaxşı cəmiyyət üçün bir vətəndaş böyüdə biləcəksənsə, uşaqların ailədə sayı artsın. Yox, əgər sən onu normal şəkildə böyüdə bilməyəcəksənsə, sadəcə olaraq uşağın sayını artırmaq düzgün deyil. Bundan da mən razıyam. Düz deyirsən, mən sizinlə razıyam. Söhbət nədən gedir? Bu uşaqları şikəst böyütmək lazım deyil. Təkcə o şikəst deyil. Bilirsən nədir? Heç vaxt bu ata ya başqa bir ana deməz ki, ay uşaq, sən düz deyirsən, təqsir bizədir. Bunu deyə bilməzlər. Uşaqlar bilirsən nə yaşlayırlar? Bəli, hökumət bizi saxlaya bilmir. Hökumət bizə heç nə vermir. Bu da şikəstlik. Bağışlar gələcək üçün, bax nə verirlər? Şikəst ailə verirlər, şikəst uşaq verirlər. O siz bir yaxşı bir söz dedi. Onlar yarandığı ailə nə olar? O da qısır olacaq. O da yarımçı olacaq. Orada bir nöqtə də var. Axı bu adam, mən də mütəxəssis kimi deyirəm. Axı bizim qızlarımızın, qadınlarımızın çoxu bilmir ki, necə qorunsun, necə eləsin uşağı olmasın. Biləndə də artıq o dövr keçir, onu kənarlaşdıra bilmir. Yəni həyatın hər üzü var. Onun məşğul olmalıyıq. Bu arada əziz xanımlar, əziz belə deyim qızlarımız gəlin köçməyə hazırlaşan. Allah sizin hər birinizi xoşbəxt etsin. Köçməyə hazırlaşan qızlarımız bilirəm ki, hər biriniz ən gözəl gəlinliyi axtarırsınız. Hər bir zövqa uyğun və hər bir bəyin, hər bir qaynananın cibinə uyğun, büdcəsinə uyğun gəlinlikləri yalnız Pərvin Cəbrayılova mərkəzindən əldə edə bilərsiniz. 2 ünvanda yerləşir. Ceyhun bəy Hacıbəyli küçəsi 116 və Bakı Xanov küçəsi 42 ünvanında 055-293-6089 nömrəsi ilə əlaqə saxlayın. Və Pərvin xanımın bizim gəlinlərimizə gözəl bir hədiyyəsi var. Dekabr ayının sonuna qədər, yeni ilə qədər, əgər siz gəlinliyinizi Pərvin Cəbrayılova mərkəzindən seçsəniz, gəlin gedəcəyiniz gün sizin üçün makyaj və saç düzümü hədiyyədir. Mənə elə gəlir ki, bu yaxşı bir fürsətdir. Əziz qaynanalar, bu fürsətdən yararlanın. Çünki gəlin köçən qız, bilirsiniz də, həmən gün xərclər belə yox, belə olur. Təşəkkürlərimi bildirirəm və bu arada mənim bir daha da təşəkkürlərim Doktor Maya Klinikasınadır. Bizim yönləndirdiyimiz bir çox xəstələrimizi Doktor Maya Klinikasında çox gözəl şəkildə müalicə və müayinə ediblər. Doktor Maya'ya təşəkkürümü bildirirəm və bir görüntüləri sizin diqqətinizə, rejissorumuza deyəcəm, təqdim etsin. Bir xəstəlik var, el arasında ona Dəmirov deyirlər, amma psilyoz xəstəliyidir. Bu xəstəliyin daşıyıcısı olan, baxın, ekranda görürsünüz, balaca bir qızımızın görün əlində, ayağında, hətta qulağında belə bax bu psilyoz xəstəliyin əlamətləri var idi. Sonrasını görürsünüz əziz tamaşaçılarımız. Doktor Maya Klinikasında məhz tibb üzrə fəlsəfə doktoru olan, parazitoloq olan bizim dəyərli həkimimiz Maya xanımın müalicəsindən sonra uşağın əlində, ayağında, qulağında və bədəninin bir çox hissələrində, bir çox nahiyələrində olan bu psilyoz əlamətləri tamamilə aradan qalxıb. Baxın, Azərbaycan həkimlərinin savadı, təcrübəsi və verdiyi nəticə budur. Eşq olsun sizə Maya xanım, sizi alqışlayıram. Təşəkkürümü bildirirəm və klinikanın telefon nömrəsinə diqqətinizə çatdırıram. 055-824-84-24. Redaktorumuz mənə desin, biz vaxtımız varmı? Mən valideynlərin nəzərinə bir David mərkəzini çatdırmaq istəyirəm. Autizm əlamətlərini özündə daşıyan övladlarınızı təcili olaraq mən sizə tövsiyə edirəm, bir David mərkəzinə aparasınız. Burada, bu mərkəzdə aparıcı mütəxəssislər olan David Eyxel və Yosifa Eyxel 20 ildən artıq
təsadüfdür ki, İsraildə fəaliyyət göstərən və bütün dünyada tanınmış Ber David Mərkəzinin təsisçiləridir. Bugün onlar Azərbaycandadılar. Telefon nömrəsi 055-627-37-70-dir. Əlaqə saxlayın. Çıxış yolunun adında müraciət edənlər, autizm əlamətləri olsun, nevroloji xəstəliklər olsun, əqli gerilikdən əziyyət çəkən uşaqlar olsun, sizə müayinələrdə və müalicələrdə xüsusi endirim var. Baxın, mənim əzizlərim, lap uzaq kəndlərdə yaşayan bizim Azərbaycanlılarımız. İsrailə getmək çox çətin bir məsələdir. Bahalı ölkədir. Gedib orada bir neçə ay yaşamaq, qalmaq da valideynlərimizin, ailələrimizin büdcəsinə uyğun deyil. Amma bu adamlar bugün Azərbaycandadır. Bugün onlar buradadılar. Bəlkə sabah çıxıb öz ölkələrinə gedəcəklər. Nə qədər ki, buradadılar, əziz Azərbaycanlılar, rayonda yaşayan ailələrimizə deyirəm, buyurun, gəlin, tövsiyə edirəm, övladlarınızın sağlığı məhz Ber David mərkəzindədir. Belə, davam edirik, mənim əzizlərim. İlahənin bir istəyi var. Ananın istəyi nədir? Nə ola bilər? Balalarımın isti yuvası olsun, isti ev eşiği olsun, qarnı tox olsun. Sağlam böyüsün, normal şərtlərlə məktəbə gedib gəlsin, təhsil alsın. Yəni bir ananın istəyi bunun üzərində də bu üç şey istəyir də ana, başqa bir şey istəyir. Habil səndən qızıl istəmir, brilyant istəmir, bahalı maşın istəmir, Maldiv adalarında istirahət istəmir, istəyirsən bəlkə? Hə? Bu adamın istəyi... Niyə istəmir? Elə danışırsınız ki, istəyir. Amma hələ ki, olar yoxdur. Hədə. Mən də yadıma gəlir ki, bir cındır jügülü sürürdüm. Bağışda insanın istəyi nədir? Sabah deyirsən, onu dəyişin, bunu dəyişin, bunu dəyişin. Mənim bir dənə istəyim nədir mənim? Çünki özüm bu həyatı yaşamışam da, düzdür. Bu yetkinlik yaşa çatmışam, şükürlər olsun. Yəni, böyümüşəm, korluğu da görmüşəm, çətinliyi də görmüşəm, yaxşı günü də görmüşəm. Çox şükür. İndi istəyirəm ki, heç olmasa səhər, yəni indi ata belədirsə, demirəm, yenə atadır. Pis ataya da qurban olun. Ha, sözə bax, deyir pis ataya da qurban olun. Pis ataya da qurban olun, valideyndir. Mən uşaqlarımı da deyirəm. Habil, mən bu sözdən sonra gələrdim. Ata, indi atayı deyirəm. Habil, mən bu yəni sözdən ki, sonra demək istəyirəm gələrdim, ki, qardaş. evlat üçün ata atadır, ana da anadır, valideyn valideyndir. Elə öz adımdan danışıram. Valla biz burada ilahəni çox qınıyırıq. İlahə danışırıq, ilahə danışır. Uşaqlar deyir ki, ata belə, ata elə deyirəm, nə qədər olsa, o sizin qanunuzdur da, ata olsun. Ancaq mənim gücümə nə çatırsa, analıq haqqım, analıq boynuma nə düşürsə, mən onu edəcəm uşaqlarım üçün. Mən bir dənə istəyirəm ki, alimenti kəsdirim, doktor. Bəlkə barışasız. Yox ya, alınan şeydir. Bəlkə Yox, barışasız. Nurana, həmən söhbətdə, həmən dığdıqlar olacaq başa dönüm. Mən uca bilirəm də, bu birinci kərəmdə oraya qurban sənə. Bu neçə dəqiqələrləndir. Mikrofonla danışın. Bir dənə deyirsən qurban olma, ataya da qurban olsa, ərə də qurban olsa. Burada barışmağa bir pillə atmırsan qabağa addım ki, barışmaq. Niyə ayrılsan yaxşı? Onda niyə ayrılsan? Bir yaşayın da bir yerdən. Yaşadım da müəllim, yaşadım. Nə qədər O yaşadın? dövr də, o ailə dövr. Nə qədər yaşadın qızım? Müəllim, mən Əsnanın 14 yaşı var, başıma dönmüsən. Yox, yəni 14 ildə ailə qurmuşsun, elə mi? Əsna 6-cı sinifdə İndi oxuyur. ayrılandan sonra deyirsən tam Kənddə də yaşadım, onun evində də qaldım, öz evimizdə də yaşadım. İndi ayrılandan sonra sən ondan ev ala bilmirsən, düzdür? Sahə ala bilmirsən. Mən ondan ev, nəsə heç istəmirəm də, valla bəzi qalır. Mən bir dənə proses istəyirəm, haqq, qanun nədir? Baxmır. Qanun nə deyir ki? Kəsiləcək. Bəli. Sənin yoldaşın əgər ayrılıb dövlət işində işləyir, işi varmı? İşləməsə də bu Sənin qanun quzu var da. kəsim. Hardan dövlət buna tutaq ki bir yazdı. Bu nə qazanır ki? Sənə də nəsə ödəsin. Onda belə bir çıxır var ki, ki... ata uşaqlarının yanında olsun. Ən azından Nurana xanım sənə gözəl təklif elədi. Anar müəllim gözəl təklif elədi. Öz egolarınızı bastırın. Heç olmasa uşaqların xətrinə bir
iş eləyir. Elçin müəllim. İndi gəlin hüquqi cəhətdən baxaq. Baxın mənim əzizlərim. Əgər bu məsuliyyətsiz insandırsa, bir ayda fikirləşmirsə mənim uşağım nə edirsə, nə edirsə Nuranə başıma dönüm. Gəlib yenə həmən şeylər təkrarlanacaq. Məsələ burasında deyil, burada 4 uşaqdan söhbət gedir. Bax, bir uşaq deyil. Minimum bu uşaq üçün 243 manat aliment kəsilməlidir, düzdürmü? Hə? Bu 4 uşaqdır. 4 uşağa doktor eləyir 243, hə? 1000 manata yaxın. 1000 manata yaxın, hə? Bu 1000 manata yaxın. Habil, bax, yəqin ki, siz məni eşidirsiniz. Əziz qardaş, yəni bu hüquqi müstəviyə gedib çıxandan sonra siz bu məsuliyyətdən qaça bilməyəcəksiniz. Baxın, əziz qardaş, yəni dövlət, hüquq, ədalət uşaqların birinci hüquqlarını müdafiə edəcək. Onda fikirləşməyəcəklər, Habil işləyir, Habil işləmir, ilahə nə edir? İlahə də bilir ki, bax, siz o məsuliyyətə cəlb oluna bilərsiniz. Amma siz bir evdə yaşayanda o 1000 manatın yarısını da belə qazansanız, 500 manatı, 500 manatı hər gün qazanınızda qaynayır, hə? Qaynamır, qaynayır da, hər gün yemək də bişirirsiniz, uşaqlar da məktəbə gedir, hə? Hamı da mehriban olur. İlahə kimi qadın, ilahə kimi. Bir yerdə olacaq, uşaqlar da Bilirəm, mən bunları sizin dediklərinizi gözəl anlayıram. Oxumasam da gözəl başa düşürəm sizin sözə, ancaq mən sizin necə fikrimi çatdıram. Yəni, bu şeylər yenə təkrarlanacaq. Bu birinci dəfə deyil. Gör nə deyirəm sənə, söhbət o ortada olan Zeynəbdir. Tək Zeynəb yox, onun davranışı, onun çox şeylərdə Nuranə. Mən söyür, niyə iniraqız, biz bilək dağırıq, nə qayırıq? Mən bilmirəm, Anar müəllim, bax, böyük bir ailədir də, düzdür. İndi 4 uşaq onun deyil, 4 uşağı var da, belə deyil, 8 uşaq deməyək, hə? 4 uşaqlı bir ailədir də. Bu Zeynəblər, bu nə bilim, Tünzalələr, bu Aysellər, bu Aysular, əl çəkin də bu ailələrdən də. Yox, o həmişə var da. Əl çəksinlər də bu ailələrdən də. Bu nə dəxli var ki? Necə yəni dəxli yoxdur? Necə yəni dəxli yoxdur? Bütün kişilər evdən çıxır, cəmiyyətin içindədir. Mən cəmiyyətin içində deyiləm. Anar mənim təkcə evdən çıxan məsələsi deyil. Anar mənim düz təbliğat aparmışsınız axı. Onun üçün qadın sürüşkən qadın çox təbliğ etdi. Hə, ver. Olmaz belə elə. Onda kişiləri niyə oyladı mən? Şu da baxsın da onda. Qadınlara deyirsiniz ki, ikinci səfər ailə quranda. Yox, mən yenə də Anar mənim deyir ki, ikinci səfər ailə quranda belə. Sizin fikrinizlə razı deyiləm. Hər halda bax bu... Mənim fikrim Peyğəmbər ayəsi deyil, ay xanım. Sən razılaşma. Sənin subyektiv fikrin var, mənim də subyektiv fikrim var. Söhbət bundan gelir. Bağışda deyirsən ki, yaxşı o 4 dənə uşağı var. Xeyr, 4 dənə yox, 8 uşağı var hanımın. Sən deməyən deyir ki, 4 dənə uşağı var. 8 uşağı var. Kişi üçün dedim. Bəli, 8 uşağı var. Deyək yox da, bunun bağları da əksik ya artıq, ya qıraq, ya içəri. Bunun bağları da, fərqi yoxdur. Onlar üçün bir ağlamırsa. Ana müəllim, o Zeynəblərə ayırdığı pulu ailəsinin uşağına ayırsın da. Ay sağ ol, bəli. Nuranə xanım, bax burada hamısı zərər çəkmiş qadınlardır da. Amma mənim ən çox, ilahə bir dəqiqə deyəm. Ay xanım. Mənim ən çox bu qadın ürəyim ağrıyır. Yox, bir dəqiqə, kişiləri bunlar ayrılırlar ki, bəli, o kişidir ki, arvadlı uşaqlarını ayırır, başqasını uşaq almır. Sənin saymadığın kişi başqa arvadların yanında Allah'dır. Yox, o saymayan qadın deyil axı. Niyyəti başqadır. O qadına yaxşı baxın, o qadın. Sən meçiddə oturmuşsan, yazığın gəliblə ağlayır. Xeyr, amma yetdi baxmalı. Kiminsə xoşbəxtliyi, kiminsə bədbəxtliyi olmur. Habildən xəbərimiz var. Habildən xəbərimiz var, əziz tamaşaçılarımız. Habil zəng eləyib bizə. Habildən xəbərimiz var. Proqramımız bitir. Əziz tamaşaçılarımız, Habillə bizim hal-hazırda redaktorumuz danışıb. Habildən xəbər var. Nə deyəcək bilmirəm, amma Habil, sənin açıqlaman bilmirəm nədir. Amma bu 4 uşağa sahib çıxmalısan. Başqa yolun yoxdur. Sahib çıxmalısan öz övladlarına. Sabah bu mövzunu yenidən davam etdirəcəyik tamaşaçılarımız.